Bugünkü dərsimiz mürəkkəb efirlər. Deməli, mürəkkəb efirlər həm üzvü, həm də qeyri-üzvü oksigenli turşuların, spirtlərin reaksiyasından alınır. OH həmişə turşudan, hidrogen spirtdən ayrılaraq su əmələ gətirir. Mürəkkəb efir əmələ gətirir. Niyə mən OH turşudan, hidrogen spirtdən xüsusi vurğulayıram? Bəzi məsələlərdə işarəli şəkildə göstərilir. Oksigen üzərinə məsələn 18 qoyulur. Deyir ki, burada suyun tərkibində deuterium izotopu var. Suyun tərkibində oksigenin 18 olan izotopu var və s. Onda biz bilməliyik ki, hesablamalarda bu oksigen hardan gəlir? Nəyin tərkibindən gəlir? Ona əsasən təyin olunur. Deməli, OH turşudan, hidrogen spirtdən. Həm üzvü, həm qeyri-üzvü turşulardan. Məsəl üçün, qeyri-üzvü turşulardan götürək yadımıza salaq. Etilen glikolun nitrat turşusuna reaksiyasından. İstəyirlər, etilen glikol olmasın. Götürək bir OH qrupu olan spirtlərdən, bir atomlu spirtlərdən və ya çox atomlu spirtlərdən fərq yoxdur. Əsas ki, onu göstərək, həm üzvü, həm qeyri-üzvü turşulardan reaksiya girir. Götürürəm etilen glikol. İndi bir dəfə qeyri-üzvü turşu ilə bilirik ki, üzvü kimyada nitrat turşusunu bu formada yazmaq daha əlverişlidir. Suyun ayrıldığını göstərmək üçün. OH turşudan, hidrogen spirtdən, OH turşudan, hidrogen spirtdən. Yəni, bunların reaksiyasından 2 mol su ayrılacaq. Sonra CH2, CH2, ONO2 bura qoyuram. ONO2 bura qoyuram. Yəni, burada gördüyümüz kimi 2 mol nitrat turşusuna reaksiya girir. Dinitroglikol alınır. Biz bunu danışmışdıq ki, bəli partlayıcı maddədir. Və 2 mol su ayrılır. Eyni zamanda spirtlərdən reaksiyasından götürürəm. Məsəl üçün, daha doğrusu, həm oksigenli, həm oksigensiz turşulardan reaksiyasından da spirtlərin. Məsəl üçün, götürüb bu dəfə C2H5OH, yəni spirt götürürəm. Bir atomlu spirtdir. Turşudan yazaq. Götürüm propan turşusu. C2H5, niyə tərsini yazıram? Suyun ayrıldığını göstərmək üçün. OH yenə OH turşudan, hidrogen spirtdən beləliklə su ayrılacaq. Bir də efir əmələ gələcək. C2H5CO, C2H5. Yəni bu aiddir hansı hissəyə? Turşuya aid olan hissədir. Bu isə spirtə aid olan hissədir. Turşu və spirt. Spirtə aid olan hissədir. Sonra indi gəldik bunların adlandırılması. Həm tarixi var, həm səmərəli adı var, həm də ki, beynəlxalq adı. Məsələn, qarışqa turşusu ilə yazıram metil spirtinin reaksiyasından. Alınacaq hidrogen, OH turşudan hidrogen spirtdən alınacaq belə bir reaksiya. Reaksiya gedəcək və buradan alınacaq metil formiat. Baxın, bu metil formiat adı, asetat adı, bunlar tarixən gələn adlardır. Formiat, asetat, qarışqa, yəni tarixən gələn adlardır. Ona görə, bax, bunun adı olacaq metil formiat, baxın, bu tarixi addır. Və ya metil asetat. Metil asetat. Məsəl üçün, götürürəm asetat turşusunu. Metil qrupu var onun tərkibində. Bunun adı olacaq metil asetat. Metil asetat. Bu da tarixən verilmiş addır. Və ya etil asetat qoyuram. Etil asetat. Bu da tarixən verilmiş addır. Etil asetat. Ancaq metil asetat, etil asetat, formiat və s. Səmərəli ad verəndə efiri sözündən istifadə edirik. Məsələn, deyirəm ki, buna qarışqa turşusunun metil efiri. Qarışqa turşusunun metil efiri. Bu olacaq səmərəli ad. Ya deyirəm, sirkə turşusunun metil efiri. Sirkə turşusunun metil efiri. Ya da deyirəm ki,
Sirkə turşusunun etil efiri. Etil efiri. Baxın, bunlar deməli tarixən verilmiş addır. Bunlar isə səmərəli addır. Efir sözü əlavə olunub, səmərəli addır. Bir də var beynəlxalq adı. Beynəlxalq adda da sonda OAT şəkilçisi əlavə olunur. Məsələn, buna deyirəm metil metanoat. Buna deyə bilərəm birinci spirtə aid olan hissəni qoyuruq. Metil etanoat. Etil etanoat. Bunlar da artıq beynəlxalq verilmiş ad hesab olunur. Gördüyümüz kimi həm üzvü, həm qeyri-üzvü turşulardan reaksiya daxil olurlar. Hətta sulfat turşusundan da reaksiya daxil ola bilər. Götürürüm 2 mol spirt götürürüm. Niyə spirt götürdüm 2 mol? Çünki sulfat turşusunun tərkibində gördüyümüz kimi 2 mol OH qrupu var. SO2 yazaq birbaşa. 2 mol OH qrupu var. OH turşudan hidrogen spirtdən. OH turşudan hidrogen spirtdən 2 mol su ayrılır və C2H5O, C2H5O, bax belə SO2. Dietil sulfat. Dietil sulfat efiri alındı. Deməli, dietil sulfat efiri alındı. Sonra buna aid məsələn belə bir sual verə bilər ki, verib Cn H2n plus 1 CO, O, CH3. Bax, belə bir formul verib. Deyir, bu mürəkkəb efirdə 4 hidrogen atomu varsa, bunun birləşməni adlandırın. Aparıb 4 qoysun. Görsək 3'ü var burada. 3'ü var burada. Hamısı bir yerdə 4'dür. Deməli, N'in yerinə burada 0'dır da. N'in yerinə 0'dır. Deməli, heç burada radikal yoxdur. Elə bir dənə hidrogen var imiş. Bu da hansı birləşməymiş? Qarışqa turşusunun metil efiri və ya metil formiyyət və ya metil metanoat birləşməsi imiş. Yəni, bunu adlandırın. Hər üsuldan adlandırdıq. Bu belə. Sonra gəldik nəyə? Mürəkkəb efirlər doymuş bir əsaslı turşulardan siniflərarası izomer əmələ gətirir. İzomerlik deyəndə siniflərarası izomerliyi əmələ gətirir. Həm sinif daxili izomerliyi var, həm siniflərarası izomerliyi var. Sonra, məsəl üçün, bu metil formiyyatın siniflərarası izomeri olacaq asetat turşusu. Asetat turşusu. Bəli, bunun da tərkibində 2 karbon var, hidrogen sayı deyildi, oksigen sayı deyildi. Bunlar siniflərarası izomerliyi əmələ gətirir. Sinif daxili izomerliyi isə, məsələn, bu 3 atomu olan nümayəndədən başlayır. Burada sinif daxili izomerlik yarana bilər. Buna baxıram, metil formiyyatdır. Burada 2 atomludur və 2 dənə karbon atomu var daha doğrusu. Məsələn, 3 karbon atomu olanda dəyişə bilər. Götürüb bunu CH3CO. Oy, bu da çox qoymuşam. CH3. Bax, metil asetatı həm də eyni sinifin daxilində etil formiyyatdan izomerini yarada bilərəm. Yəni, bu sinifin daxilində də izomeri əmələ gətirə bilər. Quruluş. Karbon zəncirində bu radikalların yerinə görə, quruluşuna görə izomerlik yarana bilər. Mürəkkəb efirlər öz aralarında homologdular. Yəni, hər bir sinifə aiddir o. İstəyir mürəkkəb efir oldu, istəyir turşu oldu. Bir-birindən CH2 qrupu qədər fərqlənən eyni sinifin nümayəndələrinə homologlar deyirlər. Mürəkkəb efirlər çiçəklərdə, meyvələrdə, gilə meyvələrdə olur. Bitki və meyvələrin xüsusi iyi məhz bu səbəbdəndir. Məsələn, bunları indi əzbərləmək məcburiyyətində deyilsiniz. Ümumi deyirəm, izoamil asetat var, armudun iyi verir. Butan turşusunun metil efiri var, alma iyi verir. Butan turşusunun etil efiri ananas iyi verir. Moru iyi verən var, amil asetat var, məsələn, banan iyi verir. Balın özünün efiri var. Yəni, deməyəm budur ki, hər bir efir ona xüsusi efirlər onlara iyi verir. Mürəkkəb efirlərinin qaynama və ərimə temperaturu müvafiq üzvü turşulardan aşağı olur həmişə. Çünki mürəkkəb efirlərdə molekul arası hidrogen rabitəsi yaranmır, amma turşularda yaranır. Özü də qarışqa turşusudur və asetat turşusudur. Hətta onların dimer yəni buxar halında da dimer əmələ gətirir. Bir əsaslı karbon turşuların kiçik molekul kütlələri, mürəkkəb efirləri
suda həll olunur. Amma molekul kütləsi artdıqca təbii ki, suda həll olması deməli azalır. Sonra kimyəvi xassəsindən nə deyə bilərik? Turş mühitdə dönər reaksiya üzrə hidroliz edir. Su əlavə olunanda, yəni hidrolizə uğrayır. Məsələn, götürüb elə bu yazdığımız etil formiyyatı hidrolizini aparsaq, suyun iştirakında, bu zaman qarışqa turşusu və yəni əksinə gedən prosesdə bir-birə qoyuruq. Qarışqa turşusu və deməli etil spirti alınacaq. Hidrolizi bu turşu mühitdə apardıq, suyun iştirakında. Əgər bunu qələm mühitdə aparsaq, karbon turşusunun duzu əmələ gələcək və spirt alınır. Bu karbon turşusunun duzu və spirt. Məsəl üçün götürürəm, bu dəfə etil asetat götürürəm. Onun da natrium OH-dan reaksiyasını aparırım. Bu zaman alınacaq asetat turşusunun natrium duzu və etil spirti alınacaq. Bu artıq dönməyən prosesdir. Su mühitində, suda turş mühitdə aparanda bu dönər. Bu proses isə dönməyən proses adlanır. Sonra bir də sirkə anhidridi var. O da spirtlərlə reaksiya girib etil əmələ gətirə bilər. Sirkə anhidridi biz bildiyimiz kimi hardan alırdıq? Sirkə turşusunun molekullar arası dehidratlaşmasını. Bu zaman götürürdük ondan sirkə turşusundan reaksiyasını aparsaq, alınacaq CH3COO-C2H5 üstə gələk CH3COOH. Yəni belə bir birləşməsini almış olacaq. Sonra hidroliz mürəkkəb efirlərin ən mühüm xassəsi hesab olunur. Mürəkkəb efirlər yadınızda qaldırsın ki, hidroliz edir, amma sadə efirlər hidroliz etmirdi. Sadə efirlər hidroliz etmirdi. İndi mürəkkəb efirlərə aid məsələn bir dənə də suala baxaq. Belə bir sual verə bilər ki, C2H5, CO, C3H7. Peki bunlar hansı maddədən alınır? Təbii ki, mən nə dedim? OH turşudan, hidrogen spirtdən. Yəni bunu bu tərəfdən efir hissədən karbon qrupundan CO-dan ayırırsan. Deməli OH buradan qorxub H-daki C3H7 OH-ın içərisində. Deməli bu propan turşusu və propil spirtindən alınmış birləşmə olacaq.